Hər kəsə salam, mən Alsu Kəngərli ingilis dili müəllimiyəm. Əgər ki dərslərə qatılmaq istəsəniz, bu ekranda gördüyünüz nömrə ilə əlaqə saxlamanız kifayət olacaq. WhatsApp nömrəmə yazın və sizə məlumat göndəriləcək. Bilirsiniz ki, hər ay sınaqlar keçirilir və mən hər dəfə sınaqlara hazırlaşan insanlara görə videolar çəkəcəm. Bu şəkildə. Bu isə 9-cu siniflərin sınaq 2-sinə hazırlaşmaq üçündür. Hansı 9-cu siniflər ki, sınaqlara hazırlaşmaq istəyir, bu videolardan yararlana bilər. Həmişə mail about tutuluruq. Listening işləyəcəyik birincisi. Bu PDF-i və bu listening-i burada dinlətməyəcəm. Gedə bilərsiniz. Deməli, Telegramdan əldə eləyin. Telegrama yükləyirəm hər şeyi. Telegramın linki bu videonun açıqlama hissəsində olacaq. Deməli, oradan dinləməlisiniz. Burada sadəcə olaraq izahlar verəcəm. Sadəcə olaraq işləyin və gəlin buradan izahlara baxın. Və listening haqqında heç bir fikriniz yoxdursa, gedin mənim listening haqqında bir neçə videolarım var. Gedin onlara baxın və ondan sonra bura gəlin. Mail about axırda işləyirik. Çünki izahda vermişəm ki, niyə elədir. Mail about belə. Deyir ki, düzgün cavabı tap. Why was the invention of the wheel significant? Niyə təkərin invention ixtirası nə üçün vacib idi? Bu şəkildə belə bir sual verir bizə. Yadına sal, vacib sözünün sinonimləri nədir? Vacib sözünüz nə deməkdir? Kommentlərə yaz bunu. Və sənə bir şey deyim. Həmişə, əlbəttə ki, mən videolarda izah eləmişəm ki, nələrə fikir vermək lazımdır. Nə bilim, hansı adjectivdə, adverbdə falan filan belə şeylər fikir vermək lazımdır. Əsas açar nöqtələrdən birisi tərcümə eləməkdir. Sən ingilis dilinə çox aşina olmamısansa, sən nə etməlisən? Tərcümə eləməlisən. Çünki sən oxuyub birbaşa başa düşməyə deməli qabil deyilsənsə, bu sənə problem yaradır. Yəni elə bir şəkildə oxu ki bunları. Mən sənə məsələn 2-ci, 3-cü, 4-cü bu tapşırıqları oxuyanda sən uca mənə cavab verə biləsən ki, bu mətn təxminən nə haqqındadır. Yəni o şəkildə başa düş. Deyir ki, it was used for cutting logs into circular shapes. Və ürəyində ingilis dilində oxu ki, artıq beynində bir fikir yaransın ki, hə, bu listeningdə necə səsləndirəcək bunu? Yəni, listeningdə 2 dəfə surprise olmasın da sənə. Deyir ki, it was used for cutting logs. Deyir, küncləri circular shapes, dairəvi formada kəsmək üçün istifadə olunurdu. Təkər. It replaced the need for carts and transportation. Daşımada araba ehtiyacını əvəz elədi. Təkər. It helped in moving heavy objects over long distances. Ağır əşyaların uzun məsafələrə daşınmasına kömək elədi. It made it possible. Bu bunu mümkün elədi ki, to roll objects only in a straight line. Deməli, hər hansısa bir əşyaları, objeləri, cisimləri yalnız düz xətt, only in a straight line, yalnız düz xətt üzrə yoralaşdırmağa kömək elədi. Ümumiyyətlə, yadınızda saxlayın ki, only-ni harada görsəz 99.9% ehtimalla səhvdir. It allowed people to travel without moving heavy loads. Deyir ki, insanların ağır yükləri, load yük deməkdir, ağır yükləri yerindən tərpətmədən hərəkət etməsinə imkan verirdi. Təkər. Məncə burada Y variantı ola bilər. Mən elə düşünürəm. Predict eləməkdən çəkinmə. To predict nə deməkdir? Proqnozlaşdırmaq deməkdir. Yəni, hər videomda deyirəm, proqnozlaşdırmadan çəkinmə. The wheel's discovery, təkərin kəşfi, allowed people to move objects only in a straight line. Bax, görsən, buradakı şeyi bura verib. Deyir, bunun kəşfi insanlara obyektləri düz xətt üzrə hərəkət etdirməyə icazə verdi. Made logs unnecessary for moving heavy objects. Ağır əşyaların hərəkəti üçün, deməli, buradakı log sözü, hanı bu? Log. Kötük deməkdir, ağac kötüyü. Burada deyir ki, ağac kötüklərini lazımsız elədi. For moving heavy objects. Ağır əşyaları kötüklərlə daşıyırmışlar. Deyir ki,
yəni bunu lazımsız elədi. Onun yerinə təkərlə elədilər belə bir şey. Made travel faster and helped in building cities. Deyir ki, səyahət eləməyi daha sürətləndirdi və şəhərləri tikməyi, şəhərlərin qurulmasında, şəhərlərin tikilməsində kömək elədi. Baxaq. Was only useful for yenə only deyir. Deyir yalnız və yalnız, burada da only deyir. Yalnız və yalnız transporting goods short distance. Yəni deyir ki, qısa məsafələrə yüklərin daşınması üçün yalnız bunun üçün faydalı idi. Düşünmürəm yalnız bunun üçün faydalı ola. A variantda düşünmürəm, only söz var deyənə. Is no longer used in modern technology. Müasir texnologiyada artıq istifadə olunmur. Təkər necə istifadə olunmur? Sən Allah. Məncə Y variantı da deyil. Görək də. Decide whether the statements are true or false. Düz ya da ki səhv. Logs were used to move heavy objects before the wheel was invented. Təkərdən əvvəl ağır əşyalar daşımaq üçün loglardan istifadə edilir. Yəni ki, kötüklərdən, ağac kötüklərindən istifadə edilmişlər. Bir üç dənə sualın üçündə də gördük bu sözü. The first wheels were square in shape. Deyir ki, ilk təkərlər square, belə 4 bucaqlı bir şəklində olubdu, yumru şəkildə yox. The wheel is no longer used in modern technology. Təkər uzun müddət müasir texnologiyada istifadə edilmədi. The wheel made transportation easier and faster. Təkər nəqliyyatı daha asan və sürətli hala gətirdi. Bu şəkildə. Yəni burada təkərdən danışır qısacası. Gəl görək hələ mail about-dan nəsə çıxarda bilirikmi? The evolution of trade routes. Ticarət yollarının təkamülü. Məncə burada yollardan yox da, təkərdən danışır. The history of transportation. Transportation yəni ki, daşıma. Nəyisə harasa transport eləmək. Məsələn, Azərbaycandan Gürcüstana neftin transportationu, daşınması. Bunun tarixi elə bir. The role of logs in early machinery. İlkin texnikada logların rolu, yəni ki, ağac kötüklərinin rolu. No. The invention and impact of the wheel. Təkərin ixtirası və təkərin təsiri məncə elə bu olar. The development of ancient tools. Çünki baxın təkərdən aşağı. Deyir ki, qədim əmək alətlərinin inkişafı, bundan yox, elə burada çox asan oldu mail about. Gəl görək indi biz bunu transkriptlə işləyək. Bu bizim listeningimizin transkriptidir. Əlbəttə ki, gedib ilk öncə dinləməlisən, transkriptə baxma. Transkripti nəyə görə istifadə edirik? Bunu mən izah eləmişəm. Bir dənə videom var, videomun başlığı pıçıldasalar belə başa düşəcəksən listeningi. Belə bir başlığı var videonun. O videoya gedib baxa bilərsən. Bax, bir də 100% D variantıdır, ayrı bir söhbət olası deyil. Deyir ki, niyə vacib idi? Gəl görək. Deyir ki, təkərin ixtirası niyə vacib idi? Bax, A variantına deyirdi ki, bu nə üçün istifadə edilirdi? Deyir, ağac kötüklərini dairəvi formalarda kəsinlər deyə istifadə edilir, amma təkər axı nəyisə kəsmək üçün istifadə edilmir. Və burada deyir ki, but logs were not perfect. Ağac kötükləri möhtəşəm deyildilər. Because they could only move in a straight line. Çünki ağac kötüklərini sən sadəcə olaraq düz yerdə sürə bilərdin. Əyri yerdə yox. Deyir ki, amma bu nəyisə mümkün elədi. Only. Only in a straight line. Nəyə aiddir? Log. Ağac kötüklərinə aiddir. Wheel'a aid deyil. Ona görə D variantını çıxdıq. Bax, deyir ki, illər əvvəl insanlara bir şey lazım idi ki, əşyaları rahat bir şəkildə, ağır əşyaları rahat, asanca tərpətsinlər. Onlar əvvəllər log, yəni ağac kötüklərini istifadə edirdilər ki, böyük əşyaları bir yerdən digərini istifadə eləsinlər, amma bir gün birisinin belə parlaq bir ideyası əmələ gəldi və onlar ilk təkəri yaratdılar. Və təkərin sayəsində insanlar neynədilər? Ağır yükləri uzun məsafələrdən çox da zəhmət
çəkmədən daşıyırdılar. It helped in moving heavy objects over long distances. The wheel's discovery təkərin kəşfi. Bax burada deyir, the wheel's discovery changed everything. Hər şey dəyişdi. Nə dəyişdi? It made travel faster and helped in building cities. Deyir ki, səyahəti sürətləndirdi və şəhərlərin qurulmasına kömək elədi. Yəni oldu nə? C variantı. Düzgündür ya da ki səhvdir. Deyir ki, logs were used to move heavy objects before the wheel was invented. Bəli, bax biz bayaqları nə dedik? Bax burada dedik. Bu. Ona görə burada nə? Düzdür. Bəli, kötülərdən istifadə edirdilər. The first wheels were square shape. Deyir ki, ilk təkərlər dairəvi formada idi. Yox. These round pieces became first wheels. Dairəvi hissəciklər ilk təkərlər oldu. Yəni ilk təkərlər dairəvi formada oldu. Ona görə false-dur. The wheel is no longer used in modern technology. Müasir texnologiyada istifadə edilmir. Necə istifadə edilmir? The wheel is still used in many things today. İndinin özündə də deyir, çox şeydə istifadə edilir. Maşınlardan tutmuş velosipedlərə kimi hələ də öz vacibiyyətini göstərməyə davam edir. Ona görə bu da false-dur. Təkər daşınmanı asanlaşdırdı və sürətləndirdi. Əlbəttə ki, bu da doğrudur. Biz bayaqları da, elə bax burada da dedik. Burada da dedik, burada da dedik. Bu şəkildə. Məncə aydın oldu. Bax, ikinci hissədə artıq qrammatikaya keçir. Mürəkkəb sözlər istəyir səndən. Happiness, happy sözündən gəlir. Xoşbəxt, happiness, xoşbəxtlik. Policeman, bu iki dənədir. Bu compounddur. Digər isə derivativedir. Düzəltmədi. A variantı getdi. Friend, dost. Friendship, dostluq. Derivativedir. Importance. Bu da derivative yəni düzəltmədir. Çünki important sözündən gəlir vacib. Importance vacibiyyət. Ona görə bu da getdi. Çünki məndən compound istəyir, mürəkkəb. Yəni bir dənə söz üstünə gəlsin, bir dənə söz. Basket. Basket səbət deməkdir. Ball, top. Səbət topu, yəni basketbol. Basketbolda səbətin içine atarsan. Bed, otaq, room. Bed, otaq. Bed, yataq. Room, otaq. Yataq otağı. Elə burada Y variantı olacaq. Kind, mehriban. Kindness, mehribanlıq. Lead, nəyisə aparmaq, nəyisə başçılıq etmək. Leader, lider. Yəni başçılıq eləyən. Bu şəkildə. Sunlight, günəş işığı. Bu compounddur, düzdür. Amma teacher, teach öyrətmək. Teacher isə müəllim demək. Yəni bu derivativedir. Oy. D variantı çıxır. İsimlər olan cərgəndir seç. Okay. Intelligent, zeki deməkdir. Bu adjectivedir. Çıxdı. Gift, hədiyyə. Store, mağaza. Iron, dəmir. Elegant, elegant. Zərif, adjectivedir. Mountain, dağ, noundur. House, ev. Road, yol. Singer, müğənni. Bu doğrudur. Sing, oxumaq. Singer, müğənni. Song isə mahnı deməkdir. Button, düymə ya da ki nəyinsə dibi. Tree, ağac. Strong, nədir? Güclü, adjectivedir. Synonimi də belə olacaqdır. Powerful. Əgər ki sənə power versə, power isə güc deməkdir. Bunlar adjectivedir. Bu isə güc demək olur. Noundur və artıq strength. Bu ikisi bir sinonim olur. Güc demək olur. Bright, parlaq deməkdir və zeki mənasını da verə bilir. Yəni bu adjectivedir. Chair, stulcuk. Melon isə yemiş. Çıxdım. Y variantı qaldı. Uncountable sayılmayanlar istəyir. Sayılmayanlar abstrakt, yəni ki mücərrəddir. Əllə toxuna bilmirəm, gözlə görə bilmirəm. Və yaxud da ki mayelər sayılmır. Belə. Məsələn, burada B variantı olacaq. Love, sevgi, wisdom.
zeki, müdriklik, information, informasiya. Heç birini görmürəm. Uncountable. Water, su. Mayedir, sayılmır. Uncountable. Impression. Gözəl. Impression elə görünür ki, sayılmır, amma sayılır. Onlar hansılardır? Gəl onları göstərim. Bax, buradakı nounlar elə görünür ki, güya ki onlar sayılmırlar, amma əslində onların hamısı sayılır. Yaxşı. Even sözünün də burada sinonimlərini vermişəm. Bunları götürə bilərsən. Bax. Hanı o? Impression, təəssürat. Yəni nədir bu? Impression, təəssürat. Uncountable yox, countable-da. Truth isə həqiqət deməkdir. Həqiqət də sayılmır. Necə saya bilərik biz həqiqəti? Bu şəkildə. Bu isə uncountable-dur. Bir də impression sözünə görə gedir. Problem sayılır. Happiness, xoşbəxtlikdir, uncountable-dur. Bu da uncountable-dur. Fox, tülküdür, sayılır. Courage, cəsarət, sayılmır. Decision, qərarlar sayıla bilir. Ümumiyyətlə nəsə cəmləndirə bilirsinizsə, deməli o sayılır. Pencil. Pencil karandaşdır, yoxsa ruçka. Pencil elə bil ki, pensil. Sil sözü var burada. Silə bilirsənsə deməli karandaşdır. Yazılıb pozulan. Amma ruçka olanda pen olur. Əlbəttə ki, sayıla biləndə countable-dur. Patience. Bir xəstə mənasını verir. Yəni patient. Patient mənasını verir. Bir də ki, səbir. Patience. Səbir. Məncə səbir yazılır. Yenə də sayılmır. Patient mənasını sayılır, səbir mənasını sayılmır. Sugar isə uncountable-dur. Yəni burada yəni pencil sözünə görə gedəcək B variantı olacaq. Children's toys. Bax, children sözü özü cəmdədir. Children n-dən cəmlənir. Ox öküz deməkdir. Oxen-də n-dən cəmlənir, öküzlər olur. Sən bunu bir dəfə də niyə cəmlənirsən? Bax, burada larlər, burada da larlər. Larlarlar, uşaq larlar deyibsən. Səhvdir, bu belə olmalıydı. The car is driving fast. Bunu necə müəyyən edirik? Yadında saxla. Əgər ki, bax, apostrof s-dən sonra verbini ing-də qoyubsa, yalnız belə bir formadadırsa, buradakı ing gerunddur. Və yəni bu possessive case of noun-dur. Possessive case of noun. Bir də var ki, apostrof s üstünə gəlsin feilini ing-də veribdir və bir dənə başqa bir verb də var. Burada ikinci verb var. Başa düşdün? Burada bircə dəqiqə. Gerund burada gerund olur. Bir saniyə. Bax, burada gerund olur. Hal-hazırda 4:22-dir gecə. Məni üzr hesab edin. Aha, bax, burada belədir. Gerundu burada isə məsələn deyirəm ki Alsu's living. Alsu is living. Alsu yaşayır deməkdir. Alsu yaşayır. Digərində isə necə olur? Burada ing-si varsa, ikinci bir feil varsa, bu passive case of noun-dur. Yaxşı, bu zamandır. Bu birinci. İkinci isə passive case of noun-dur. Və burada ikinci bir feil görmürəm. Ona görə bu nə olacaq? Is. Yəni birinci dediyim. Yəni bizdən passive case'dir. Passive case deyil bu zamanda. Mary is going to the market today. İkinci bir feilim yoxdur deyə bu da zamanda. My brother is very smart. Bunu biz harda keçmişik? YouTube'da başqa tələbələr üçün yayınlamamışam. Öz tələbələrim ancaq bunu bilir. To be-dən sonra əslində yox, şeydə keçirsiniz. Niyə ki? Məsələn, it is, it's. Bunun qaydası var, orada keçirsiniz. Burada apostrof s olanda article gələ bilirdi. Bir də adjective gələ bilirdi. Bax, bu qaydada keçirsiniz. Mən də ayrıca to be dərs də keçirəm. Orada da vurğuluruq. Onu demək istəmişdim. Yəni ki, biz burada adjective gəlirsə apostrof s-dən sonra yəni bu is olur. My brother is very smart. Bu arada passive case of noun-un qaydasını əzbərləməyə ehtiyac yoxdur.
Mən passive case of noun-u pronoun-dan filan sonra keçirəm ki, bir də buradakı adjectivdən filan sonra. Onda daha yaxşı uşaqlar bunu mənimsəyir. Yoxsa gedib öyle əzbərləməyincə ehtiyac olmur. We can't find the teacher's bag. Yeah. Burada bizim üçün apostrof s-dən sonra noun veribdi. Hər şey əla. Super. Biz tapa bilmirik müəllimin çantasını. Deməli, həyatda kainatda bir dənədirsə, günəş, o zaman biz orada the article verməliyik. Bu getdi. East and west. East şərqdir, west isə qərbdir. Bunu yadda saxlamaqda çətinlik çəkirsinizsə, bax mən bunu özümlə bağlaşdırıram. Məsələn, mən İrəvanlıyam. Yəni İrəvan qərbi Azərbaycan gəlir düşür də. V da, yəni W əslində V deyil bu, V olur. Nəysə. Bunu da tərsinə çevirəndə M olur. Yəni mən qərbliyəm. Düzdür, mən. Elə mən də yadda saxlaya bilərsiniz ki, Alsu müəllimə qərblidirsə, bu da M-yə oxşur. Deməli, bu qərbdir. Digərisi şərqi qalır. North isə şimaldır. South isə cənubdur. Bunu nə bilim, Koreya ilə yadda saxlaya bilərsiniz. Koreya ilə bağlaşdıra bilərsiniz, əgər Koreyaya maraqlınız varsa, ya da sizə maraqlı olan hansısa şəhərin, hansısa ölkənin şimalı, cənubu falan belə bir şəkildə. Yəni, deməli, əgər ki east falan tək verilirsə, the article burada olacaqdır. Amma ölkə adı gəlsə, məsələn, deyirəm ki, east, daha çox, yaxşı belə deyək, East Azərbaycan. Burada ölkə adı vardı. Ölkə adından da istifadə olmaz axı the article. Ona görə burada the article-ını vermirsən, yaxşı. Yəni, di olacaq C variantı. Gitara sözünün qabağında, bax, həmişə elə yadında saxlama, ifa eləmək mənasında belənəmlə, elə yadında saxlama. Çünki niyə oturub bir də 3 saat tərcümə eləyirsən ki? Yadında saxla ki, instrument alət deməkdir. Instrument and instrument, yəni hər hansı bir alətdir. Düzdür, yəni nə bilim, music and instrument. Belə deyək, a music instrument, musiqi aləti, hər hansı bir musiqi aləti. Bir də spesifikləşdirirəm. Yəni article qaydasına gedib baxmayıbsansa, hökmən gedib bax. Üzr istəyirəm. Spesifikləşdirmə, müəyyənləşdirmək, yəni dəqiq şəkildə bilmək deməkdir. Məsələn, gitara deyəndə uca hər hansı bir alət deyil də bu. Uca bu dəqiq bir gitardır. Yəni spesifik bir musiqi aləti olur deyə burada the article verirəm. Chess isə oyundur. Oyun və idman adlarında, fən adlarının qabağında biz heç bir zaman vermirik. Niyə verək? Yəni hansı səbəbə görə verək? Bir səbəbimiz yoxdur. Ona görə D variantı olacaqdır. Bu arada, əgər ki sən tərcümədə çətinlik falan çəkirsənsə, oxuduğunu anlamaqda filan, düzdür, taktikalarından getmək olur, amma taktikalarından yadında saxla ki, bir yerə kimi getmək olur. Yəni 100 bal almaq istənsə taktikalarından gedə bilməzsən 100%. Yəni sən hökmən oxuduğunu anlamalısan. Əgər ki bu səndə başa eləyə bilmərsənsə, o zaman hər dəfə qayda işləyəndə hər qaydanı tərcümə elə. Məsələn, bunu həll edim, bunu tərcümə deyir ki, he loves to play the guitar. Gitarı ifa eləməyi çox sevir. O həmişə həftə sonlarını dostları ilə şahmat oynamaqla keçirir. Bu şəkildə, yəni belə tərcümə elə ki, yavaş-yavaş alışasan. Deyir ki, onların friends. Bu tərcümə heç vaxt eləmə. Yadında saxla. Həmişə sınaq işləyəndə sən deyir ki, choose the correct variant. Düzgün variantı seçəmişsə, sənə belə deyir. Yəni sən bax burada min dənə şey ağlına gələ bilər. Mən nə bilim, mən burada article deyəcək, nə deyəcək. Həmişə heç vaxt oxuma. Düzü istəyir, bir dənə ona bax, bir də cum variantlara bax. Vəsə, quantifier istəyirsə sən nə edirdin? Həmişə nöqtədən sonraya baxırdın. Pluraldırsa, little'dan sonra uncountable gəlir, bundan sonra uncountable gəlir. Hə, indi tərcüməyə baxacağam. Burada tərcümədir. İndi buna bax. Bundan sonra həm plural, həm də uncountable gəlir. Bundan sonra plural gəlir, bundan sonra da plural gəlir. Deyir ki, onun dostları var yeni şəhərdə, ya da ki, az dostu var, ya çox dostu var. Bu az deməkdir, bu ikisi isə çox deməkdir. So they often feel lonely. Onlar tez-tez yalnız hiss edirlərsə, deməli az dostu var. Oldu nə? Y variantı. Düzgün variantı seçənə də many water. Bundan sonra plural gəlir. Water uncountable-da olmaz. A few bottles. A few-dan sonra plural gəlir. Doğrudur. Bu arada a few ilə few az deməkdir. Buna fikir ver. Bunun mənasını başa düşmürsənsə tam olaraq get quantifiers videoma bax. Çünki uşaqlar listeningdə də bu haqda səhv edirlər. Water'dan sonra plural gəlir. Water uncountable-dur.
3 doğrudur. A little-dan sonra uncountable gəlir. Much-da doğrudur. Özünə sonra uncountable gəlir. 1, 3, 4 olacaq Y. Sonra yadında saxla. Həmişə sənə, bax burada görsən ki, qarşılıq qayıdış əvəziyini veribdir. Əgər ki burada verb-dən başlayırsa, ya yourself olacaq, yourself, ya da ki yourselves olacaq. Niyə? Məsələn, əmr eləyir də, əmr cümləsi deyir ki, please take care of the work. Zəhmət olmasa, işin qayğısına qal. Ya sənə deyirəm, ya da sizə deyirəm. Zəhmət olmasa, işin qayğısına qal, ya da ki, işin qayğısına qalın. Burada da fikir ver, Sarah. Sarah adlı bir qıza deyir. Yəni, Sarah, vergül, burada xitabdır. Vergül qoysa, deməli, xitab eləyir. Deyir, məsələn, Sarah, sən işin qayğısına qal, yourself, burada cəm deyil. Bu şəkildə. Daha sonra shoes, burada ayaqqabı deməkdir, ikilik bildirir, yəni bu pluraldır. Burada ona görə də that, these ola bilməz. Why don't you like these shoes? Və ya da those shoes. Burada are-dırsa, there'dan sonra noun gəlməlidir, ona görə bu olmaz. Them nədən sonra gəlir? Them verbdən, bir də ki prepositiondan sonra gəlir. Buna görə çıxdım A variantı. Why don't you like these shoes? Bu ayaqqabıları niyə xoşlamırsan? I don't think they are comfortable. Mən düşünmürəm ki, onlar rahatdırlar. Comfortable sözü convenient sözü ilə sinonim olacaq. Yazın, saxlayın. Aha. Həmişə gəldim variantlara baxdım ki, pronoundur. Tez gedirəm, negativə baxıram. Negativ varsa, yanına saxla mənfini. Mənfi random müsbət eləyirdi, yəni burada no var. Nothing vermərəm bir dəfə, nothing vermərəm, çünki no negativdir. Və mənfi cümlə olan yerdə some nə gəzir, ona görə burada olacaq anything. Bu şəkildə. She tried to listen carefully. O, diqqətlə qulaq asmağa çalışdı və didn't hear anything in the noise. Amma səsdə küydə heç nə başa düşmədi. Some supplies. Heç nəyə baxmırsan, heç nəyə baxmırsan. Burada baxırsan ki, some gəlib. Some gəlibsə other olacaq. Hansı qaydadır bu? Yadında saxla. Some, any, no, what, who. Bunlardan sonra həmişə ya other gələcək, ya da ki, deməli, more gələcəkdir. Və mənə, bax, burada sən hökmən, bunları gördünsə, götür other ver. Yəni, other'dan sonra normalda nə gəlir? Pluralından uncountable gəlir də, elə. Sən burada götürüb, məsələn, other'dan sonra normalda books verməlidir, ya da ki, tea, belə sözlər verməlidir. Normalda qaydan belədir. Amma sənə götürüb burada şey də verə bilər. No other book. Yəni, burada sayıla bilən tək də verə bilər. Yəni, mən vecimə deyil bu. Nə olsun ki, normalda qayda pluralından uncountable. Yəni, mən vecimə deyil. Burada nə o gəlsə, mən ora other verməliyəm. Yəni, bu qaydadır. Daha sonra of var burada. Of var və burada plural noun var və burada da xəbərimdə təkdədir. Both bərəkət idi, həmişə deyirəm. Bərəkətdirsə hər şeyi cəmdə olmalı. Xəbər təkdə olmaz. Some deyirsə, some nə deməkdir? Bir neçə. Bir neçə sözünün xəbər nətər təkdə olsun. Each no one olacaq bizim üçün burada. Yadına da sal burada each, either, bundan sonra plural noun gəlirdi, xəbəri də təkdə olurdu. Amma every də necə olurdu? Every'dən sonra gərək one gəlsin və bu ayrı yazılır bu arada. Ondan sonra plural noun gəlsin, sonra xəbəri təkdə olsun. Everyone piçik yazılanda törəmə olur. Törəmə olanda da burada of gələcək bu arada. Of, burada da of. Törəmə olanda da özünün sonra of gəlmirdi. Törəmənin qaydalarını yazsan kommenti qəşəng olar. Sonra sənin üçün belə 3 dənə belə çıxılı mətnlər veriləcək və sən burada başa düşməlisən ki, burada gist of the text, yəni ki, mətnin mənasını tutmalısan. Deyir ki, bazar 6-cı günü yay barbekümüza qatılın. Avqustun 10-u Green Parkda keçiriləcəkdir. Həmin bu tədbir günorta saat 4-də olacaqdır və axşam saat 8-də bitəcəkdir. Giriş pulsuzdur. Yemək, içmək təmin olunacaqdır. Entry fee. Fee bilsən nədir? Haqqı deməkdir. Yəni ki, giriş haqqı ödəməlisən. Amma burada deyir ki, deməli, entry is free. Giriş pulsuzdur. Ona görə B variantı səhvdir. Deyir ki, qonaqlar öz yeməklərini gətirməlidirlər. Yox, deyir ki, qida və içki təmin olunacaq. Yəni, heç nə gətirmə yeməyə.
Barbekü saat 4-də, 4 PM-də başlayır. Doğrudur. Y. Deyir ki, saat 6-da bitir. Yox, 8-də bitir. Deyir ki, bazar günü saat 10-dadır. Avqustun 10-dur. Yox, 6-cı gün Saturday. 6-cı gün A variantı da getdi. Düzgün. Salam James. Mənim üçün çox I'm glad you enjoy workshop. Hə, deyir ki, rəqəmsal marketinq workshopundan, seminarından xoşladığın üçün şadam. Bəzi slaydları sənə göndərmişəm, hansı ki biz sessiyalarda istifadə eləmişik. Mənə denən ki, əgər ki sən əlavə hansısa bir resursa ehtiyac duyursansa. Deyir ki, James'a yazıb, yəni yazan, mesajı yazan Linda'dır. Mesajı alan James'dir. Linda deyir ki, workshopda iştirak eləməyibdir. Qabidən bu yansın. James iştirak eləyib, amma Linda'nı bilmirik. James is expected to provide additional resources. Deyir ki, James'dən gözlənilir ki, o əlavə resursları göndərsin. Bax, belə cümlələri tərcümə edilmişsə is expected. Deməsən, passive voice-u bilmirsən. James'dən heç kim heç nə gözləmir ki, əlavə resurs təmin eləsin. Linda soruşur ki, James əlavə materiala ehtiyacım var. Bu şəkildə, yəni James'dən gözləmirlər ki, James nəsə göndərsin. Linda deyir ki, mən sənə göndərim. Linda will be attending another workshop. Linda başqa bir workshopda iştirak edəcək. Belə bir məlumat yoxdur. James iştirak eləyibdi digital marketing üzrə olan workshopda. Bu doğrudur. A variantında niyə götürmüş olar? Çünki elə bir məlumat yoxdur ona görə. The slides from the workshop are not available. Yəni ki, əlçatan deyil. Workshopdan olan, seminardan olan slaydlar əlçatan deyil. Necə əlçatan deyil? Axı göndəribdi James'a. Əziz valideynlər, biz bunu elan eləməyə görə sevinirik ki, həyəcanlıyıq ki, biz bunu sizə anons eləyirik ki, bizim məktəbimiz elm sərgisi keçirəcəkdir. Fair sərgi tipa belə bir şey deməkdir. Martın 15-də. Volunteers are needed, yəni könüllülərin köməyinə ehtiyacı var ki, sərgiləri düzək və düzəldək. Zəhmət olmasa bizimlə əlaqə saxlayın. Əgər ki, bizə kömək edə biləcək, assist, help deməkdir. Bizə kömək edə biləcək kimsə varsa, bizə bildirin zəhmət olmasa, hörmətlə, direktor, principal direktor deməkdir. Deyir ki, to inform about a new school policy, hansısa bir məktəbin yeni qayda qanunu haqqında bir informasiya yox. Anons verir ki, məktəbin bağlanması ilə bağlı yox. Nə isə to schedule. Schedulelaşdırmaq, yəni ki, nə isə vaxtını təyin etmək. Valideyn müəllim konfransı keçiriləcək, yox. To request, tələb etmək deməkdir, ya da ki, demand da verə bilərdi. Tələb eləyir, könüllü tələb eləyir science fair üçün. Bəli, bu doğrudur. Könüllülər axtarırlar. Valideynlərə təşəkkür eləyir. Dəstək üçün yox, təşəkkür falan etmir. Aha, mən sizin əsasını haqqında da bilmirəm. Paragraf 2-də bu sözün definition'ını istəyir. To need something. Nəyəsə ehtiyacı olmaq. To keep, saxlamaq. To grow, böyümək. To clean, təmizləmək. To ensure, təmin etmək deməkdir. Yox, to require isə tələb etməkdir. Tələb edirsənsə ona ehtiyac duyursan. Ona görə burada olur D variantı. Bax, burada deyir ki, farming and factories, yəni fermalar və faktoriyalar also require water. Su tələb edir, yəni suya ehtiyac duyurlar. Bu şəkildə. Gördün? Belə. Bax, 23-də deyir ki, hansı hərəkətlər qeyd edilibdir mətndə ki, hamı üçün təmiz suyu təmin etmək üçün nə eləmək lazımdır? To ensure that we always have clean water, özümüzü burada əslində təmin yox, əmin olmaq anlamına gəlir. Əmin olmaq üçün ki, bizim təmiz suyumuz var, we need to keep
water resources clean and use water wisely. Suyu ağıllı şəkildə istifadə etmək lazımdır və su mənbələrini təmiz saxlamaq lazımdır. Communities can set up systems to clean water and teach people how to keep water safe. Deyir ki, cəmiyyət, yəni insanlar su sistemlərini təmiz saxlaya bilərlər və insanlara suyu necə təhlükəsiz, necə təmiz saxlamaq lazımdır, bunu öyrədə bilərlər. Olacaq A variantı. Belə. Sonra, to make sure we always have clean water, we need to... Yenə eyni cümlə. Bax, indi qırmızını işarə edirəm. We need to keep water resources clean and use water wisely. B variantı görsəm, bununla bu eyni sual. False, səhv istəyən. Deyir, su mənbələri çirklənmiş ola bilər kimyəvi şeylər üzündən və tullantılar üzündən. Gəlin bir baxaq. Nə dedi? Water sources, o söz axtar. Ya da ki chemical sözünü axtar. Yep, chemicals, waste and plastic make water dirty. Bəzən kimyəvi şeylər, maddələr və tullantılar suyu çirkləndirir. Bəli, water sources can become polluted from chemicals and waste. Yəni su mənbələri nə tərəfindən çirklənmiş ola bilər? Kimyəvi maddələr və tullantılar. Yəni bu doğrudur. Bizə səhv istəyir. Communities and governments work together to ensure clean water access. Burada deyir ki, by working together, burada government and communities onlardır. And educating people how we can ensure clean water for everyone now and in the future. Bu doğrudur. Dirty water helps improve public health. Çirkli su ictimai sağlamlığı yaxşılaşdırmağa kömək edir. Çirkli su necə buna kömək edə bilər? No, bax. Dirty water can make people sick. Sick və yaxud da ki ill. Xəstə eləyə bilər çirkli su adamı. Yəni bu səhvdir. Səhv istəyir məndən. Everyone around the world has easy access to clean drinking water. Təmiz içməli suya hamıya əl çatandır. Dünyada hər yerdə. Amma elə deyil. Deyir ki, everyone should have clean water. Hamının təmiz su olmalıdır. But many people around the world don't. Amma dünyanın ətrafındakı bir çox insan da soyuq isti. Ay, mən nə danışıram? Deməli, saat neçədir? Saat 4:53-dür səhər. Burada nə danışdığımı bilmirəm. Deyir ki, burada hamının təmiz suyu olmalıdır, amma dünya ətrafındakı çoxu insanın suyu yoxdur. Amma burada 4 deyir ki, hamının suyu var. Ona görə də 3-4 səhvdir. Burada bizə nə deyir? Burada isə sən şəklə baxaraq story, yəni hekayə qurmalısan. Bu şəkillərə əsasən 35 dənə söz olmalıdır. Ən azı 35 dənə söz olmalıdır. Bu şəkildə. Bunu necə yazmaq lazımdır bilmirsənsə əgər, mənim bu haqda videom var. Writing playlistlərimə daxil ol. Part 1, part 2, part 3. Bu 3 dənə video. Part 3-də elə bil ki bir writing analiz eləmişəm. Part 1 ilə part 2 isə yazını inkişaf elətdirmək üçün taktikalar vermişəm. Bu şəkildə. Kommentlərdə buna uyğun bir şey yazın. Esse 2-3 nəfərin essesini analiz eləyə bilərəm. Nə bilim, filan kəs ad verin. Ad verəndə 35 söz olur da, ad verəndə çoxalır. Filan kəs tezdən oyandı. Dediyim kimi yazma bilmirsənsə get videolara bax, sonra gəl. Nə bilim, çantasını götürdü. Nə bilim, futbola getdi. Nə bilim, qapını açdı, filan kəsi gördü. Paltarlarının çirkli olduğunu falan gördü. Özünü belə pis elədi, hissləri falan da qat ortaya, belə şeylər elə.
Yəni bu şəkildə. O videolarda olsa geniş-geniş danışmışam. Get yaz gəl. 2-3 nəfərinkini izah eləyəcəm. Belə. Sağ olun, özünüzə yaxşı baxın.